Salam aleykum. İnşallah bu gün arıqlamaq haqqında danışmaq istəyirəm. Çox insanlar yazır ki, arıqlamaq istəyirik, arıqlaya bilmirik. Ən çox da qadınlar yazır. Bax sizə bir şey deyim. Çox gözəl çək ata bilərsiniz, çox gözəl bədən fiqurası əldə edə bilərsiniz. Gözəl analarım, bacılarım, qardaşlarım, bax diqqətlə qulaq asın. Heç kəsə 1 manat verməyə ehtiyac yoxdur. 3 şeyi eləyəcəksiniz. Bax, ağ çörək şirniyyatı həyatınızdan çıxardırsınız. Sağlam qidalanırsınız və gündə 1 saat, saat yarım sürətli şəkildə yürüyüş eləyirsiniz. Bu sizin bədəninizdə olan yağları hamısını yandıracaq. Siz arıqlaya bilmirsiniz? Çünki bədənə daxil olan qidanı bədən yandırmır. Siz hərəkət eləmirsiniz. Depolayır. Depolayır insanın qarın boşluğuna, piyləri hamısını yığır da bədənə, belə deyim. Ona görə də siz arıqlaya bilmirsiniz. Ona görə də onu yandırmaq üçün hərəkət lazımdır. Mütləq şəkildə. Özdə sürətli yürüyüş eləməlisiniz. Bir də ki, siz aldığınız o məzunlar, preparatlar güyəndə arıqlamaq üçün alırsınız. Onlar sizə fayda verməyəcək. Onların tərkibində sidik qovucu var. Sizin bədəninizdən sidik qovucu funksiyasını yerinə yetirir. 1-2 kilo ödəm atırsınız. Sonra ondan da çox bədəninizə piylər gələcək. Bunun bir tək yolu var. Yalnız yürüyüş. Yürüyüş eləyin. O sizi ki, əvvəllər bəyənməyən insanlar vardı köklüyüzə görə. O qədər gözəl, yəni bədən fiqurası əldə edəcəksiniz ki, istədiyiniz çəkində atacaqsınız. Bax, bunun yolu budur. Heç kəsə 1 manat verməyə ehtiyac yoxdur. Vallahi heç kəsə ehtiyac yoxdur. Həm də bədəni sağlamlaşdıracaqsınız. Yürüyüş eləməklə çox böyük fayda əldə etmiş olacaqsınız. Bu həqiqətən də belədir. O ki, bütün kapillyar damarlar tutulur. Bax, o tutulan, haradakı kapillyar damarlar tutulub, o yerdə də ödəm yaranır. Onlar hamısı aradan qalxacaq. Bədən özünü yeniləyəcək, təmizləyəcək. 3 şey dedim sizə, sadə bir şeydir. Ağ çörəyi, şirniyyatı həyatınızdan çıxadın, düzgün qidalanın və gündə 1 saat, saat yarım yürüyüş eləyin. İstədiyiniz nəticəni alacaqsınız. Gedib Allahın verdiyi orqana, mədəyə bıçaq vurdurmayın, kəstirməyin, o çox kəstirir. Sonra da onun fəsadlarını qaldıra bilmir. İnsanlar var, ondan ölür. İndi bax, yorumlarda mən bilirəm yazacaqlar. Çox insana pis təsir edir, gedib mədə kəstirmək. Allah verən orqandır bu. Necə kökəlmisənsə, elə də arıqla. Necə kökəlmisən, sən belə kökəlmisən. Yeyib hərəkət eləməmisən, elə kökəlmisən. Ağ çörək, şirniyyatı çox yemisən, hərəkət də eləməmisən. Bunun əksini elə, tərsini elə. Ağ çörək, şirniyyat həyatından çıxart. Gündə 1 saat, saat yarım yürüyüş elə, iti sürətdə. Əli qoluda yerlədə. Çəkini at, ol sağlam. Gözəl bədən fiqurasına da malik ol günə. Belə, Allah bütün xəstələrə şəfa versin.